Herkese salam. Bu videoda sizinle birlikte Pen Tool ne işe yarayır ona baxırıq. Qeyd edim ki, əhəmiyyətli alətlərdən biridir. İstər Illustrator, istər Photoshop'da geniş istifadə olunur. Ona görə bu videonu diqqətlə izləyib, sonra mütləq praktikalar etməyi unutmayın. Keçid alaq videomuza. Klaviaturadan P düyməsinə basmaq və yaxud kənardan Pen Tool üzərinə klik etməklə bu alət aktivləşir. Hazırda ekranda bir markanın logosunu görürsüz və belə logoların üzərində işləmək, çəkmək üçün bizə Pen Tool kömək edir. Necə? Gəlin onu edək. Beləliklə markanın hər hansı bir küncünə Pen Tool vasitəsilə mausu sol klik edirik. Artıq budur. Qələmimiz hazırdır və çəkməyə başlaya bilərik. Xəttin üzəri ilə ehtiyatla çəkirik. Hər hansı bir yerdə döndərməyə ehtiyac varsa, bu zaman mausu sürüşdürəcəksiniz və bununla da avtomatik olaraq çəkdiyiniz düz xətt nisbətən yuvarlaq dairəvi forma almış olur. Beləliklə, hazırda mən video uzanmasın deyə qısa belə bir fiquru çəkdim və indi həmin bu logonun üzərində gəlin bir rəng verək ki, aydın görünsün. Daha səliqəli işləməyə çalışın və bu tip logoları yükləyib internetdən üzərində Pen Tool ilə çalışın. Qeyd edim ki, videoya baxdıqdan sonra çalışın bunları özünüz praktiki olaraq məşq edin. Bu sizin proqramı daha dərindən öyrənməyinizə kömək edəcək.